Buna baxın. Qaz pulu yığan qızdır, bax. Biriniz əvvəl itlərin içinə girir. Deyə küçədən gəlib. Bir də görürəm ki, küçədə bir qız itlərlə oynayır. Çıxıb soruşuram, siz kimsiz? Deyə qaz pulu yığan. Bizdən aşağıda şortçıqları onu yazır. Buna baxın. Halal olsun sənə qız, halal olsun. Bu boyda ürək sahibisən, gəlmişsən, ay deyil, itdən qorxuruq. Bu itlər bunu birinci dəfədir görür, ha. Bu itlər bunu birinci dəfədir görür. Gəlib sığınacağın, o boyda sığınacağın teritoriyasında itlərlə oynayır. Halal olsun sənə qız, sənə ananın südü halal olsun. Tanımıram kimsən, amma halal olsun. O boyda alabaydan yapışıb, Gedim özünə deyim, görüm, paylaşa bilərəm. Sığınacağın kamerasından çəkirəm, ha. O da bak. Halal olsun sənə qız. Ürəyə bax ya. Oy da yolu piyada gəlib itlərin içindən. Gəlib sığınacağın qabağında itlərlə oynayır. Əhsən sənə. Təşəkkür edirəm. Bax, bütün hər kəs belə olmalı. Bax, nə qorxmadı, nə çəkinmədi. Birbaşa itlərin içinə girdi. Yolunu gəlirdi da. Amma itlər də qarşıladı. Oynayır indi. Alabayla oynayır. Görün nə gözəllik. Bax, ay heyvan düşmənləri. Baxın da, bu qız itlər tanıyırdı. Adi qaz pulu yığandı. Buna bax. Baxın görün. Amma deyim görüm çəkmək olar. Xanım, mən sizi paylaşsam olar. Ha? Yo, valla paylaşacağım. Yo, yüzümü göstərmə paylaşım. Sağ olun. Allah köməyiniz olsun. İtdən qorxmursunuz. Gör nə gözəl. Alabayla da oynuyorsunuz. Sağ olun. Qoy paylaşım ki, o heyvan düşmənləri var. Heyvandan şikayət eləyənlər var, ha. Şərəfsizlər. Bu heyvan bizə belə elədi. İt bizə cumdu. İt nə bilim nə elədi. Bu qıza niyə cummadı? Adi yoldan keçən bir qaz dərəsinin işçisidir. Bax, görün nə qədər it var.